Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vüsal Məmmədov 5 il azadlıqdan məhrum edilib. Hökmə əsasən Vüsal Məmmədov cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək. İttihama görə Vüsal Məmmədov Şəmkir şəhərində yaşayıb və orta məktəblərindən birində fiziki tərbiyə müəllimi işləyib. O, ailəsi və qohumları ilə birlikdə Gədəbəy rayonuna istirahətə gedib. İstirahətdən qayıdarkən Vüsal Məmmədov Kia markalı avtomobili idarə etməni itirib və maşın dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və qohumu 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüblər. Avtomobildə olan sürücü və digər 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.